Microsoft Office proqramlarında bacarıqlardır. Təbii ki, siz bilirsiniz ki, biz işə qəbul zamanı, işə gedərkən bizə hər zaman belə deyək də suallar verirlər, yəni ofis proqramları ilə. Və bugünkü mövzu da sırf yəni işə qəbul üçün zəruri biliklərdir. Gəlin ilk növbə dostlar, istəyirsiniz açın səslərinizi, sizlə də tanış olaq. Aha. Özünü təqdim etmək istəyən var? Çünki bizim suallarımız da olacaq təlimdə. Aha, tamam onda. Yəqin ki, heç kəs özünü təqdim etmək istəmir. Yox, əstəğfurullah, salam əleyküm. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun, adım Günay Rahiblidir. Yaxşı. Sadəcə dinləyirəm, çünki ətrafımda çox adam var deyə çalışa bilmirəm. Tələbəsiz Günay xanım yoxsa? Xeyr. Aha, tamam. Lap yaxşı. Aha, gəlin onda biz başlayaq mövzuya, təlimimizə. Mən bir dənə kameramı bağlayım, internetlə bağlı rahat keçək. Aha. Baxın, burada belə bir sual var ki, Microsoft Office nədir? Microsoft Office dedikdə biz gündəlik işdə ən çox istifadə olunan ofis proqramlarının paketidir. Təbii ki, yəni istər işdə olsun, istər digər müəssisələrdə, yəni universitetlərdə, məktəblərdə biz daima bu proqramlardan istifadə edirik. Universitetlər dedikdə təbii ki, universitetlərdə bilirsiniz ki, müəllimlər tələbələrə sərbəst işlər verirlər və təbii ki, bu sərbəst işlər də ofis proqramlarına yerinə yetirilir. Yəni slaydlardır, daha sonra sənədlərin yazılması, müəyyən hesabatların aparılması. Bilirsiniz ki, yəni bunlar hər biri ayrı proqramlarda yerinə yetirilir və bunlar haqqında biz geniş danışacağıq bu günləri. Və burada proqramlarımız var, bizim əsas proqramlar. Microsoft Word-dür, Excel-dir, PowerPoint-dir və Outlook-dur. Əslində ofis proqramları genişdir. Yəni bunların tərkibinə Access daxildir, daha sonra Notebook daxildir. Yəni çox genişdir. Yəni hətta Skype-ın özünü də deyə bilərik ki, Microsoft-un yəni tərkibinə daxildir, ofis proqramlarının biridir. Sadəcə bizdə hal-hazırda iş yerlərində əsas yəni 4 dənə yəni proqram var ki, Word, Excel, PowerPoint və Outlook-u bilməkdir. Təbii ki, bunları soruşulur iş yerlərinə gedərkən. İndi gəlin baxaq görək Word nədir? Word-la bağlı ümumiyyətcə məlumatı olan var. Word nə deməkdir? Misal üçün kim deyər? Deyə bilərsiniz? Nəyə soruşdum? Word proqramı necə bir proqramdır? Word-də biz nə edirik? Misal üçün nə işlər görürük Word-də? Aha. Tamam, onda sualın cavabını elə özüm verəm. Word-ə keçməmiş, gəlin biz, Word təbii ki, Word-də biz bilirik ki, sənədlər hazırlanır, müəyyən əməli yazı nümunələridir, daha sonra kadrlar uçotunun bir sənədidir, yəni rəsmi sənədlər, dövlət sənədləri olsun, istər özəl sektorlarda olsun, yəni sənədlər burada nə olur? Word-də yazılır. Burada belə bir sual var ki, niyə Microsoft Office, yəni sual yaranır ki, niyə iş yerlərində Microsoft Office proqramları? Gəlin baxalım, niyə Microsoft istifadə olunur? Təbii ki, biz birinci elanları gördüyümüz zaman elanlarda görürük ki, 80%-dən çox, 90%-dən çox elanların hər birində ofis proqramlarından bilik istənilir. Yəni kompüter bilikləri, ofis proqramlarının bilik, yəni tələb olunur. Və belə deyək, ofis işlərinin əsas alətidir. Yəni bunları bilmək, yenə bayaq dediyim kimi dövlət və özəl sektorlarda daima istifadə olunan proqramdır. İndi biz gəlirik Word haqqında danışmağa. Word haqqında danışdıqca mən Word proqramını açıb Word-də də nümunələr sizə göstərəcəm. Bayaqlarım mən dedim, Word dedik ki, sənədlərin hazırlanması üçün istifadə olunur. Sənədlər dedikdə təbii ki, bilirsiniz ki, bura əməli yazı nümunələrindən dedikdə ərizədir, arayışdır, tərcüməyi haldır, müəyyən sənədlərdir.
yəni rəsmi sənədlərdir, Word-də biz yazırıq. Word yəni bizə belə deyək də daima lazım olan bir proqramdır. Baxın, məktəblərdə bilmirəm içinizdə müəllim olan varsa, şagirdlərə testlərin hazırlanması Word-də hazırlanır və yaxud da ki, hər hansı bir yerdə işləyirsinizsə, dövlət müəssisəsində orada işçinin tərcüməyi halı, daha sonra kadrlar uçotunun sənədi və yaxud da adi siz bir iş yerinə gedərkən CV yaradırsınız. İndi hal-hazırda çoxu gənclər içimən qarşı Canva-da CV hazırlayırıq. Yəni hazır şablonlara qaçırıq, belə deyək də. Yəni özümüzü əziyyətə vermirik. Amma əvvəllər yəni bu Canva proqramları olmadığı vaxtlar Word-də hazırlanırdı. Sadə formada CV hazırlanıb göndərilirdi. Belə deyək, elanlara. Və burada da iş üçün vacib olan bacarıqlar biz qeyd eləmişik. İş üçün ən vacib olan bacarıqlar mətin yazmaq və formatlamadır. Yəni bayaq mən sizə dediyim kimi, paraqraflar və səhifənin düzəni təbii ki, səliqəli yazılmalıdır, düzgün ardıcıllıqla qeyd olunmalıdır. Cədvəllər, yəni table yaratmaq. Table harda yaranır? Biz bilirik ki, Word-də, yəni Word-də, Excel-ə, PowerPoint-a daxil olarkən biz orada tablar görürük. Gəlin göstərək nümunə kimi. Çıxış eləyim buradan. Baxın, Word proqramına daxil oluruq. Bu bizim açılan Word proqramımızdır və burada olanlar, new olanlar və burada o gördüyümüz olan sənədlər bizim, yəni openimiz, yəni belə deyək də open var, bir də new var. New nə deməkdir? New yeni sənədin yaradılmasıdır. Yəni biz sənəd yaradarkən ərizə, tərcüməyə hal və yaxud da ki, müəyyən bir sənəd hazırlayarkən blank dokumentdən işləyirik. Burada gördüyünüz sənədlər necə sənədlərdir? Şablon sənədlərdir. Yəni hazır Word-ün bizə verdiyi şablon format olan sənədlərdir, belə deyək. Təbii ki, siz bunun üstünə daxil olub müəyyən bir CV və yaxud da baxın, burada hazır CV formatı var, sertifikatlar var. Üstünü silib öz adınızı Azərbaycan dilində yaza bilərsiniz. Aydındır. Amma bizə özümüz hazırlayırıqsa, təbii ki, blank dokumentə daxil olub işləyəcəyik. Bir də var open. Bu open nə deməkdir? Bizim indiyə qədər Word-də yazdığımız, yaddaşa verdiyimiz sənədlər ki var, open elədikdə, yəni bizim qarşımıza çıxır. Yəni open açmaq deməkdir, sənədin açmaq. Klaviaturada qısa qaydası Ctrl-O-dur, yeni sənədin yaradılması da Ctrl-N-dır. Baxın, bayaqların burada slaytda belə bir şey yazılıb ki, cədvəllər və table yaratmaq. Cədvəllər və table harda yaranır? Siz təbii ki, bir iş yerinə gedərkən müsabiqə zamanı təbii ki, siz sual verilə bilər ki, Word-də sənəddə cədvəli necə yaradırıq? Hansı tabdan istifadə edirik? Baxın, burada gördüyünüz tablar, yəni biz bunlara tablar adlandırırıq. Hər tabın özünün əmri, özünün netləri var, belə deyək. File tabıdır. File tabı yenə bayaqlarım burada olanlar faylda yeni sənədlərdir, opendir, infodur. Info sənəd haqqında məlumatdır. Sənəddə neçə səhifə, neçə söz yazılıbdır, neçə yazılar var, onları bildirir və biz sənədə nə vaxt daxil olmuşuq onu göstərir. Save və save as var. Təbii ki, bunları bilirsiniz. Save-in mənası nə deməkdir? Yaddaşa verməkdir. Biri yaddaşa verir, digəri isə save as isə ad altında, yəni dokumentlərə, downloadlara yükləyir, belə deyək. Print var. Print çapı ötürməkdir, yəni çap verməkdir. Yaratdığınız sənədi çap aparatı ilə, yəni printerlə çapa göndərməkdir. Share nə deməkdir? Share paylaşmaqdır, kiməsə ötürməkdir. Exportda sənədi PDF-ə çevirməkdir. Təbii ki, orada da var PDF. Hal-hazırda biz cədvəldən danışırıqsa, cədvəl hansı tabda yaranır? Gəlin baxaq. Cədvəlimiz insert tabında yaranır, table-da. Baxın burada, table cədvəl deməkdir. Və bizim cədvəlimizdə column və row var. Column və row nə deməkdir? Columnslar sütun deməkdir, row isə sətir deməkdir. Yəni biz burada artıq bir var daxil olub buradan cədvəli yarada bilərik. Misal üçün 4-ün 5-ə dedikdə, misal üçün deyir ki, column 4 dedikdə, yəni sütun 4, 5-də tutaq ki, row da 5 verir, yəni sətir də 5 verir. Aydındır bu tip. Belə olur. Və yaxud da biz gəlirik insert table-a, buradan da təyin edə bilərik. Tutaq ki,
6 nə verir? 6 sütun. 6 sütun olmasın, olsun 5 sütun. Row-da sətir verir 6. OK düyməsini vurduqda, baxın, bizim ağ vərəqdə, yəni A4 vərəqimizdə nə yarandı? Cədvəl yaratdıq. Baxın, bu da belə. Bu da belə bu formada cədvəlin yaradılmasıdır. Yəni, sual verilsə ki, müsabiqədə cədvəl hardan yaranır? Deyəsiniz ki, cədvəli insert tabından yaratdırıq. Insert özü əlavə etməkdir. Əlavə etdikdə, yəni insert tabında cədvəlin əlavə olunması, şəkillərin, onlayn şəkillərin, fiqurların, ikonların, 3D modellər və diaqramlar, həmçinin smart artın əlavə edilməsidir. Home tabı çox sadə bir tabdır. Home tabında siz nə edirsiniz? Tutaq ki, biz buraya yazırıq. Gəlin yazaq. Azərbaycan sözünü yazırıq. Aha, görürsünüz dilimiz hal-hazırda ingilis dilindədir klaviaturada. Dili dəyişirik, shift alt edirik. Dilimizi dəyişib Azərbaycan dilində eləyirik ki, hərflər yazılsın. Aha, yazı çox balaca olduğuna görə mən bunu böyüdürəm. Böyütməyi buradan da böyüdə bilərik. Baxın, buradan da təyin edə bilərsiniz. Burada Home tabında font hissəsi var. Fontda yazının şriftlərini belə deyək də dəyişmək olur. Yəni Times New verə bilərsiniz, kalibri təyin edə bilərsiniz. Sizə yazılar necə verilibsə, çalışın o formatı verin və bunu da yadınızda saxlayın ki, müəyyən rəsmi sənədlərdə, misal üçün rəsmi sənədlər demək, əməli yazı nümunələri. Deyək ki, əməli yazı nümunələrdə ərizə, arayış, tərcüməyi hal, daha sonra telegram, yəni bunlar aiddir. Bunlar Times New ilə yazılır. Yəni rəsmi sənədlərin çoxusu Times New ilə yazılır ki, daha səliqəli görünsün. Kalibri çap formatıdır, bu formatdadır. Yəni yazının burada dəyişirik. Burada mərkəzə təyin etmək var, yazını sağa, sola vermək var. Baxın, bu formada təyin etmək olur. Bold var, bold yazını qalınlaşdırır. Tutaq ki, biz qalınlaşdırmaq istəyiriksə, yazını həmişə seçməliyik ki, yazı qalınlaşsın. Üstünə vurduqda deaktiv olur, digər elədikdə isə maili olur və altdan xətt çəkir. Bunların klaviaturada qısa qaydaları var. Əgər bilməsəniz, üstlərinə vurduqda baxın özləri sizə verir. Ctrl-B, Ctrl-I, Ctrl-U, yəni underline altdan xətt çəkməkdir. Bir var altdan düz çəkmək, bir də var altdan dalğalı və yaxud da ikili xətt vermək. Bu necə daxil olduq? Burada görürsünüz belə aşağı doğru ox işarəsi var. Bunun üstünə vurduqda buradan görə bilərsiniz. Həmçinin biz xəttlərin rəngini dəyişə bilərik. Tutaq ki, qaradırsa, rəngini təyin edib qırmızı verə bilərik. Baxın, bu kimi vermək olur. Baxın, belə. Keçək slaydın digər hissəsinə nələr var. Cədvəlləri dedik və şəkil əlavə etmək. Bayaqlarım mən də dedim, şəkil əlavə etmək yenə də insert tabındadır. Şəkili də necə əlavə edirik? Gəlin baxaq. Şəkil əlavə etmək yenə də göstərək. Picture-ə daxil olduqda, baxın, 2 dənə əlavə etmək var şəkil. Bir var öz kompüterimizdə olan şəkli əlavə etmək. Bir də var online pictures. Bu nə deməkdir? Online olan Bing-in vasitəsilə axtarış verir. Təbii ki, burada internetin sürəti güclü olmalıdır ki, biz axtarış verdiyimiz zaman bizə şəkli gətirib çıxarsın. Baxın, Bing-in vasitəsilə nə olur? Biz burada axtarış verə bilərik. Burada müəyyən bəzən internetlə belə olur. İnternet problemi. Aha. Tutaq ki, baxın şəkili vurduqda, tutaq ki, mən bu şəkili istəyirəmsə insert edirik, yəni əlavə edirik. Yüklənir, gəlib bu şəkildə düşür aşağı. Gördünüz necə? Baxın belə. Bu formada biz artıq şəkli təyin etmiş olduq.
Və biz şəkil yaratdıqda, şəkil gətirdikdə format tabı açılır. Və bunu demədim, bunu da yadınızda saxlayın. Əgər məlumatınız yoxdursa cədvəldən, cədvəl deyim. Cədvəlin üstünə vurduqda, yəni cədvəl işlədikdə, cədvəlin üstünə vurduqda 2 dənə tab açır. Yəni köməkçi tablar gəlir. Biri dizayn tabıdır, digəri isə layout tabıdır. Dizayn tabının köməyi ilə biz cədvəlimizə misal üçün rəng verə bilərik. Daha sonra onun kənar xəttlərini təyin edə bilərik. Yəni baxın, kənar xəttlər verilir burada. Burada Word-ün bizə verdiyi şablon formada cədvəllərdə rənglərdir. Təbii ki, istəyə uyğundur. İstəsəniz buradan da təyin edə bilərsiniz və yaxud da yalnız siz başlığın rəngini təyin etmək istəyirsinizsə, başlığın rəngini təyin edə bilərsiniz. Baxın, bu belədir. Sonra burada layout var. Layout tabı nə edir bəs cədvəllərdə nə iş görür? Layout tabında delete var, razor var. Razor pozan deməkdir. Pozanın köməyi ilə hansısa bir xananı baxın silib boşalda bilərik, yəni böyüdə bilərik, belə deyək. Insert above var və insert below var. Bunlar yuxarıda da özü göstərir. Əgər görürsünüzsə, insert above elədikdə üzərinə, yəni sətir gətirir. Gəlin baxaq. Birinci pozanı dayandıraq. Insert above eləyirik. Baxın, yuxarı əlavə sətir yarandı. Niyə yuxarıdakı sətrimiz göy rəng oldu? Çünki biz aşağıdakı sətri göy rəng verdiyimizə görə yuxarıda, yəni mişqanı qoyduğumuz yer, yəni bunu təzədən istəyiriksə yuxarı sətir vermək, digər sətir göy olacaq. Aydındır? Belədir. Sonra burada below var. Bu nə edir? Aşağı doğru sətir verir. Baxın, aşağı sətir verdi. Aşağı sətir yarandıqda belə bir boz rəngdə düşür ki, yəni əlavə olunan aşağıdır. Və left və right var. Təbii ki, siz sağa, sola doğru sütun istəyirsinizsə, sütunların yaradılmasıdır. Delete gələk. Delete nə deməkdir? Delete silmək deməkdir. Burada da bölünüb silmək istəsən, tutaq ki, kolon nə idi bayaq dedik? Sütundur. Row isə sətir deməkdir. Tutaq ki, mən deyirəm ki, neçə dənə idi burada? Biz yaratdıq. 1, 2, 3, 4, 5. 5 sütundur. Mən deyirəm ki, bunun birini silmək istəyirik. Görsünüz, seçirəm. Delete kolon elədikdə bizim sütunumuzun biri silindi. Yerdə qaldı 4 sütun. Yenə də sətri biz silmək istəyirsə yuxarıdakı sətri seçirəm. Delete row eləyirik, sətrimiz silinir. Baxın bu formada, yəni rahatdır. Şəkildə də yenə format açılır. Format tabının köməyi ilə biz şəkillərə çərçivələri verə bilərik. Baxın bu tipdə çərçivə təyin edə bilərik. Tutaq ki, çərçivə gətirmişəm. Çərçivənin rəngini bəyənmirəm. Rəngi burada, baxın, picture border yazılıbdır. Rəng təyin edə bilərik. Bu formada. More outline colors o deməkdir ki, əgər yenə də mənim tutaq ki, pink rəng istəyirəm, yəni çəhrayı rəng yoxdursa, çəhrayı rəngi təyin edirik. Və təyin olunanda rəng gəlib düşür bu hissəyə. Görürsünüz, yəni baxırıq ki, həqiqətən çəhrayı rəngimiz yoxdur. Yəni əgər rəng tonları yoxdursa, o baxımdan narahat olmursunuz. More outline colorsa daxil olduqda sizə rəngləri verir. Bu da belə. Keçək slaydın digər hissələrinə. Başlıq və alt bilgidən istifadə edilməsi. Bu nə deməkdir Word-də? Başlıq və alt bilgi nədir? Başlıq, tutaq ki, hal-hazırda görürsünüz, mən PowerPoint-da başlıq vermişəm ki, Microsoft Word bacarıqları. Düzdür? Bu bizim nəyimizdir? Başlığımızdır. Həmçinin də Word-də də başlıqlar olur. Başlıqlar biz buna deyirik ki, insert-də header və footer-dur. Header başlıq verməkdir. Tutaq ki, siz misal üçün hər hansı bir bədii əsərlərdə görmüsünüzsə, orada yuxarıda kitabların yuxarısında yazıçının adı olur və yaxud da kitabın öz adı verilir başlıq hissədə, belə deyək. Footer isə yalnız bizə səhifələrin sayını göstərir, yəni vərəqlərdə olan səhifə saylarını verir. Kitablarda misal üçün vərəqləri çevirdikdə görürsünüz, orada saylar yazılıbdır. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə. Eyni qaydada burada da verə bilərik. Footer elədikdə, baxın, sıralama burada verilibdir. Birinci rəqəmi qoyduqda, avtomatik mənə, əgər görürsünüzsə, böyüdüm, baxın. Aşağıda səhifə 1 yazılıbdır. Təbii ki, biz səhifələri artırdıqca, səhifələr də necə artırılır? Klaviaturada Ctrl-Enter eləyirik. Ctrl-Enter elədikdə görürsünüz, ikinci səhifə yarandı. Və yaxud da üçüncü səhifəni yaratdım. Və baxın, ikinci səhifə, bu da üçüncü səhifə. Çapa verdikdə də eyni qaydada da görünür. Çap görünüşündə də.
Gəlin baxaq çap görünüşünə. Ctrl P eləyəndə görürsüz, burada birinci səhifə və ikinci səhifə kimi görünür. Bu da belə. Aha. PDF formatında saxlanması. Dostlar, PDF nə deməkdir? Ümumiyyətlə Word-lə PDF sənədinin nə kimi fərqi var? Bilən var? Yəni aktiv iştirak eləsəz daha yaxşı olar. Kim demək istəyər? Yoxsa bilmirsiniz? Word-lə PDF sənədinin nə kimi fərqi var? Baxın, siz getmişsiniz bir müəssisəyə, iş elanı vermişsiniz, iş elanında CV-ni də göndərmişsiniz bir müəssisənin. Deyə bilərəm mən müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir, buyurun. Word sənədində hər hansı bir dəyişiklik eləmək olur, amma PDF-də də heç bir dəyişiklik etmək olur. Əla, düzdür. Müsabiqədə yəni daha çox verilən suallardan biri də budur. Həmçinin istər olsun Word, istər olsun Excel, Excel sənədinin özünü də biz PDF-ə sıxa bilərik. Aha, gəlin baxaq görə biz necə salırıq. Sala bilirsiniz ümumiyyətcə PDF-ə? PDF edə bilirsiniz? Aha, əla. Word-də PDF-ə salmağın iki forması var. Biri bayaqlara mən sizə göstərdim burada. Fayl tabına yenə daxil olursunuz. Fayl tabında export yazılıbdır. Exportda burada create Adobe PDF yazılıbdır. Siz bunun üstünə vurduqda sizin sənədiniz PDF olunacaq. Baxın, mənə deyir ki, istəyirsən bu sənədin PDF olunduğunu. Mən yes verdikdə təbii ki, bizim sənədimiz PDF formatında yaddaşa düşəcək. Aydındır? Okey. Baxın, buradan da eləyib PDF olunur. Bir də ki, PDF-i yaratmaq ikinci qaydası hansıdır? Fayl tabına gəlirik. Burada save as var. Save as dedik ki, ad altında verməkdir. Burada tutaq ki, mən downloadlara vermək istəyirəm yaratdığım sənədi. Burada save as tip yazılıbdır. Save as tip nə deməkdir? Sənədi yaddaşa verdikdə onun tipidir. Yəni biz bunu Word tipinə vermək istəyirik və yaxud da PDF formatında. Aşağını görürsünüz, aşağını vurduqda burada sənədlərin tipləri var. Təbii ki, biz burada PDF vermək istəyirsə, PDF-in üstünə vurduqda yenə də sənədlər bizə PDF formatında veriləcək. Save elədikdə PDF kimi düşəcək. Gəlin baxaq. Aha, görürsünüz, sənəd hal-hazırda PDF kimidir. Yəni siz bunun üstünə vurduqda heç bir şey düzəliş edə bilmirsiniz. Yəni bunun bir şeyi yaxşıdır. Nə baxımdan yaxşıdır? Ta ki siz gələcəkdə və yaxud da işləyirsinizsə, iş yerində özünüz yaratdığı, yəni şəxsi rəhbərliyin sizə verdiyi sənəd varsa, o sənədi siz PDF eləyib iş yoldaşınıza göndərə bilərsiniz nümunə kimi ki, yəni o onun üstündə, tutaq ki, Word sənədi göndərsəz, üstündə düzəlişlər eləyə bilər. Yəni sizin yazdığınız sənədin üstündə düzəlişlər edib özü qeyri-adi bir şeylər yaza bilər. Aydındır? Amma PDF formatında açsanız, o ona nümunə kimi gedəcək. Yəni o başa düşəcək ki, artıq sən necə işləmirsən, o da ona baxıb bu formada işləyir. Yəni heç bir düzəliş etmədən. Aydındır? Yəni bu tipdir. Hətta bu belə deyim ki, universitetdə oxuyan əgər tələbələr varsa, müəllimlərimizin çoxusu, universitetdə müəllimlər tələbələrə baxın, testlər göndərirlər, sərbəst işləri yönləndirirlər. Onlar belə adi tapşırıqları PDF formatında göndərirlər, yəni belə göndərmirlər. Bunu da bildik. Bildiniz bunu necə yaratdıq PDF sənədini? Məncə bildiniz, iki cür yaratdıq. Biri fayl tabında exportdan, digəri isə save as-ə daxil olduqda, yəni yaddaşa verdiqdə save as tipə daxil oluruq. Neyləndik? Gəldik, PDF seçdik. Keçək digər slaytımıza. Digər slaytımız Excel-dir. Yaxşı, Excel-dən kimin nə məlumatı var? Məlumatınız var heç Excel-dən? Məlumatı olan varmı Excel-dən? İşləmişsiniz heç daha əvvəl Excel-lə? Dostlar, aktiv olaq, zəhmət olmazsa. Yəni çox basit sual verdim, yəni çox asan sualdır ki, yəni Excel nədir və yaxud da heç işləmişsiniz Excel-lə? Kim işləyibdir? Excel-lə nə işlər görmürsünüz? Allah'ım akşamınız xeyir olsun. Biz Excel'den işləyirik elə. Mən Excel'den işləyirəm. Aha, siz özünüz nə işləyirsiniz?
Özüm belə deyək də, Lənkəran şəhər Məzun Təsərrüfat İdarəsində uçur hesabat üzrə işlər məndədir. Əla, lap yaxşı. Yəni siz Excel-də hesabatları eləyirsiniz, düzdür? Yəni cədvəllərin yaradılması. Əla. Qəzalı binaların invertifikasını qururam. Invertifikasiyası. Əla. Lap yaxşı, çox gözəl. İndi biz keçirik Excel-ə keçid eləyirik. Gəlin mən də Excel-dən daha geniş danışım. Zəhmət olmasa səsi bağlayın, mən danışım. Aha. Excel deməli nədir? Excel-də məlumatların hesablanması və təhlil üçün istifadə olunur. Təbii ki, məlumatların hesablanması, təhlil nə deməkdir? Baxın, mühasibatlıqda, maliyyədə işləyənlərin çoxusu Excel-lə işləyir. Təbii ki, bilirsiniz də, mühasibatlıq nədir? Hər hansı bir yerdə işləyən, tutaq ki, istər xəstəxanalar olsun, istər digər müəssisələr, bank olsun, yəni burada olan mühasibat olur. Mühasibat nədir? Mühasibat bizim maaşımızı hesablayan şəxsdir, belə deyək də. Və bu maaşlardır, daha sonra gəlirlərdir, müəyyən funksiyalardır. Harda olur? Excel-də olur. Və Excel-in də ən vacib bacarıqlarından biri cədvəlin yaradılmasıdır. Əgər siz müsabiqəyə getmişsinizsə, orada sizə Excel-dən sual verilirsə, ən elemental sualı mən deyirəm, cədvəlin yaradılması və cədvəlin qurulmasından sizə sual verilirsə, əgər bir müsabiqəyə gedən bir şəxs cədvəli yaratmağı bilmirsə, yəni bu onun üçün mənfidir, belə deyək. Cədvəl yaratmaq da, yenə deyirəm, çox rahatdır. Görə yenidən qoşulduq. Davam edək yerdə qalan hissənin. Excel-dən danışırdıq. Bayaqlarım bir sual verdim. Excel nədir? Xanım çox gözəl izah elədi. Yəni dedi ki, Excel-də biz iş yerlərində hesabatlar eləyirik, müəyyən bir təhlillər üçün istifadə edirik. Yəni düsturları dedi, bildirdi. Bəli, Excel dedikdə, yəni məlumatların hesablanması və təhlil üçün istifadə olunan bir proqramdır. Yəni burada vacib olan bacarıqlar cədvəllərin yaradılmasıdır və düsturlardır. Və ən vacib olan siz müsabiqəyə gedəndə təbii ki, müsabiqədə sizə sual verilir ki, tutaq ki, riyazi funksiyalar, and, or-u yəni işləyə bilirsiniz. Daha sonra VLOOKUP-la işləyə bilirsinizmi? Bu tip suallar verildikdə təbii ki də, əgər bilirsinizsə, siz onlara aydın şəkildə izah edirsiniz. Düsturları və funksiyaları bildirirsiniz. Və burada aşağıda yazmışıq ki, digər vacib olanlar nələrdir? Digər vacib olanlar bilirsiniz ki, Excel-də filtrlərdir və chartdır. Chart nə deməkdir? Chart qrafikdir. Yəni, belə deyək də, diaqramların yaradılmasıdır. Diaqramlar Word-də də var. Word-də daha çox biz o qədər istifadə etmirik. Ən çox bizim istifadə etdiyimiz Excel-dir, diaqramların yaradılması. Gəlin nümunə kimi biz Excel-də sizə nümunələr verim. Bir-iki dənə funksiyalardan izah eləyək sizlərə. Baxın, burada yazmışıq ki, riyazi funksiya, statistik funksiya, məntiqi və mətn tipli funksiyalar. Təbii ki, riyazi funksiyalar dedikdə biz apps deyirik, daha sonra sum adlandırırıq, sonra product var, power var, riyazi funksiyalarımızda. Apps nə deməkdir? Appsin özü modulda hesablayır. Baxın, bu bizim Excel-imizdir. Excel-in vərəqidir. Daxil oluruq Excel-ə, Excel-də təyin edirik. Cədvəl yaratmağı mənə düşünürəm ki, hər kəs bilər. Yəni, cədvəl yaratmaq çox rahatdır. Əgər istəyirsinizsə, 2 dəqiqəlik onu da izah edeyim, necə yaradırıq cədvəli. Tutaq ki, bizə deyilir ki, 4 sütun və 6 sətirli və yaxud da 10 sətirli bizə cədvəl yaradılsın. Düzdür? Biz gəlib cədvəli seçirik, təyin edirik. Baxın, burada belə bir fondda cədvəl işarəsi var. No border, bottom border, gəlin bunları izah edək. Bottom border olduqda, bottom bizə aşağı xətt verir. Top olduqda üstünə, yəni xətt verir. Left təbii ki, soldan, right isə sağdan xətt verir. No borders o deməkdir ki, heç bir cədvəl olmur. Biz cədvəli yaradanda all borders eləyirik, cədvəlimiz yaranır. Sual yarana bilər ki, Word-də biz insert tabına gəlirik, insert tabında table-a daxil oluruq, table-dan yaradırıq. Bəli, table-dan da yarada bilərsiniz. Table-dan bunun nə kimi fərqi var? Gəlin göstərək, fərqlərini də izah edeyim. Baxın, eyni vərəqdən yaradırıq 4-ün 10-a. Birini sadə cədvəl yaradırıq, digərini insert-də table-la yaradıram. Seçmişəm, table eləyirəm, baxın, diapazonum seçilibdir, OK verdikdə görün nə baş verdi. Fərqi yəqin ki gördünüz, düzdür. Fərqdə görünür ki, burada filtr gəldi və avtomatik bizə Excel özü rəng verdi. Yəni, bununla bunun fərqi
O deməkdir. Yəni biri sadə formada bizə cədvəl tərtib eləyir home tabında olan. Digər isə insert tabında olan table bizə filter formatında verir. Filter nə deməkdir? Filtrdə təbii ki, işçilərin adıdır, soyadıdır qeyd olunur və orada filtrə daxil olduqda işçilərin biz adını görə bilərik. Hal-hazırda burada məndə nümunə kimi tapşırıq var. Nümunə kimi tapşırıqlardan birinə baxa bilərik. Okay, bir dəqiqə. Niyə belə oldu? Don't save. Aha. Baxın burada filtrdir. Görürsüz bu hal-hazırda filtr cədvəldir. Burada barkodlardır, alış tarixidir, mal adıdır. Burada qeyd olunubdur. Tutaq ki, biz gəlirik mal adlarına daxil olduqda, burada görürsüz cədvəldə bütöv hər biri dəftər, qələm yazılıbdır. Amma burada filtrə daxil olduqda, filtr bizə təkcə bir dəftəri, bir kağızı, bir qələmin və bir qovluğun adlarını verir. Görürsüz, amma bura daxil olduqda görün dəftər neçə dəfə təkrarlanıbdır, çox təkrarlanıbdır. Filtrə daxil olduqda, filtr burada bizə yalnız bir dəftərin adını verir. Və biz burada dəftərin üstünə vurduqda, burada olan bütün dəftərlər yox olacaq. Baxın belə. Aydındır. Və yaxud da biz deyirik ki, cədvəl verilibdir. Deyirəm ki, bunları bağlayırıq. Mənə steplər lazımdır. OK verirəm, steplərin siyahısını verir. Steplərimdəki hal-hazırda bir dənədir. Yəni filtr bu baxımdan, yəni bizim köməyimizə çatır. İşarələri verdikdə əvvəlki formaya cədvəlimizi geri gətiririk. Baxın belə. Sonra nə izah eləyəcəkdim? Aha. Mən funksiyaları dedim. Gəlin riyazi funksiyalardan danışmışkən funksiyalardan izah eləyək. Bir-iki dənə funksiyaları göstərək, nümunə kimi baxın. Riyazi funksiyalardan dedik, bizim appsimiz var. Apps nə deməkdir? Apps moduldadır. Modulu deyəndə yəqin ki, bilirsiniz də. Tutaq ki, biz deyirik ki, -16. Modulda bizə nə verir? Müsbət verir. Düzdür. Hesablama eləyəndə bərabər qoyuruq. Eyni qaydada düsturları da verəndə. Tutaq ki, bərabərdir apps düsturunu verdikdə, yəqin ki, ekranı hər kəs rahat görür. Biraz böyüdüm. Aha, appsdir. Appsin içinə mən yazıram -4. Düzdür? Və bağlayıram. Gördünüz, mənə cavab nə verdi? Müsbət 4 verdi. Aydındır. Baxın, bu bizim öyrəndiyimiz birinci funksiya olaraq appsdir. Yəni modulda olan riyazi funksiyalarımızdan biridir. Və mən burada bu digər xanada 5 verirəm, bu digər xanada 6 və burada da 7 verirəm. Düzdür? Bərabərdir. Sum funksiyasını izah edirəm. Bərabərdir sum elədikdə, gəlib dartdıqda, enter elədikdə, baxın, mənə ümumi nəyi verdi? Nəticəni verdi. Və biz də buradan düsturdan baxa bilərik. Bura bizim düsturumuzu göstərir. Bərabərdir sum C1-dən C3-ə. C1-dən C3 o deməkdir ki, C bizim sütunumuzdur. Yəni, birinci sətirdən üçüncü sətirə kimi hesablamanı aparır. Yəni, birinci sətirdən üçüncü sətir dedikdə, yəni bura 5, 6, 7 daxil olmaqla topladı. Bizə nə verdi sum? Nəticəni verdi 18. Aydındır. Apps nə oldu? Apps dedik ki, moduldadır. Modulda hesablayır. Bura qısa yazıram. İstəsəniz şəklində çəkə bilərsiniz. Sum nə deməkdir? Sum isə cəm deməkdir. Nümunə kimi 18-i göstərdik. Aydındır. Yəni bu nədir? Bu sumdur. Gəlin belə qırmızı rəng verək ki, hiss olunsun ki, sumdur. Appsin də rənginə uyğun təyin edirəm 4. Yəni belə. Rənglərlə verəcəm ki, sizin üçün rahat olsun, cavablar hansındadır. Sonra bizim dedik ki, power var, product var. Power nə deməkdir? Power qüvvətdə hesablayır, product isə hasil deməkdir. Gəl baxaq görək, bunlar necə olur. Mən yenə də digər xanada, yəni Y sütununda, bura yazıram 4, F-ə yazıram 5, düzdür? Bərabərdir qoyduqda, gəlirik, bura yazırıq ki, product
Seçirik, enter edirik. Nə verdi bizə? Nəticə 20 verdi. Təbii ki, produkt dedi ki, hasil deməkdir. Bizə, yəni hasildə nə tapdı? 4-ü vurdu 5-ə, nəticə olaraq nə verdi? 20 verdi. Produktda hasil hesablamadı. Hasil, yəni vurmanı. Əslində bizim funksiyalarımız çoxdur. Sadəcə bu günləri riyazi funksiyalardan izah edirəm. Çünki vaxtımız çox azdır. Bu bir təlimdir. Nümunə kimi göstərirəm ki, yəni məlumatınız olsun. İş yerlərində ən çox vacib olan funksiyalardan biridir. Riyazi funksiyalardan budur. Statistik funksiyalardan average-dir. Average özü statistikdir. Average necə funksiyadır? Toplayır, sayına bölür. Yəni ədədi ortaq belə deyək də. Baxın, gəlin belə bir yazaq bu xanada. Bura veririk 6. Bura verirəm 5, bura verirəm 4. Düzdür? Bərabərdir average yazdıqda seçirik, enter eləyirik və bizə nə verdi nəticə? Deməli, neyniyir average? Toplayır, neyniyir? Sayına bölür. Aydındır. Average də neynədir? Yazaq bir dəqiqə, ədədi orta. Aha, belə. Sonra burada çoxdur, statistiklərdə maksdır, minimumdur. Təbii ki, maks adından məlumdur ki, maks bizə ən böyük olan rəqəmi çıxardır, minimum isə ən kiçik olan ədədi verir. Yenə də statistiklərdən count var, count number var və count A var. Bunlar nə deməkdir? Count özü bizə ədədlərin sayını verir, yəni ədədin saylarıdır. Tutaq ki, burada baxın, biz neçə dənə ədədi yazmışıqsa, tutaq ki, burada 18 yoxdursa, yəni sam eləməmişiksə 3 dənə bizə sayını verəcək. Yəni 5, 6, 7 sayını bunu verəcək. Bəs yaxşı, count A nə deməkdir? Count A deməkdir ki, yəni burada həm rəqəmlər, həm də ki, hərflər və yaxud da sözlərin bir yerdə sayını verir, bizə çıxardır. Vaxtımız azdır, ona görə XZ-dən bura kimi izah edirəm. Gəlin keçək yerdə qalan slaytlara baxaq. Yerdə qalır bizim PowerPoint-ımız. Bəs dostlar, PowerPoint nə deməkdir? Yəni heç işləmişsiniz PowerPoint-la. İşləyən olub heç aranızda? Təqdimatlar, slaytlar yaradan olubmu? Kim demək istəyər? Aktiv iştirak eləyin, zəhmət olmasa. Biraz aktiv olun. Mən də bilirəm PowerPoint-ı. Aha, işləmişsiniz heç də əvvəl Günay xanım. İşləmişəm deyəndə belə də yəni özümcə otursam məsələn düzəldə bilirəm yəni. Aha, əla. Yəni slaytlar yaratır. Mənim işim elə işdir ki, mən işçilərin maaşlarını yazır elə tabellə. Aha, bəli. O istədiyiniz artıq Excel-də olur, amma PowerPoint. Amma PowerPoint-ı özüm üçün nəsə düzəldirəm belə. Bəli, əla. Tamam. İndi mən izah edeyim PowerPoint-ın nə olduğunu. PowerPoint təqdimatlar üçün istifadə olunur. Təbii ki, bu daha çox PowerPoint-dan o qədər sual verilmir. Siz müsabiqəyə getdinizdə ən çox müsabiqədə verilən sual Excel-dir, bir də PowerPoint. Siz PowerPoint deyirəm, Word-də üzrlü sayın. Word-lə Excel-dən sual verilir. Yəni Word-də siz düzgün səliqəli yazıların, rəsmi sənədlərin yazılmasıdır. Excel-də hesabatların eləməsi və düsturların bilinməsi, filtrlər və diaqramlardır. Vaxtımız az olduğuna görə diaqramları da göstərə bilmədim. PowerPoint-dən danışırıq. PowerPoint-da dedik təqdimatlardır. Təqdimatlar misal üçün belə deyək də daha çox tələbələrə verilir. Universitetdə oxuyan tələbələr istifadə
istifadə edir. Sərbəst işlərdə müəllimlər slaydlar verir onlara, slayd işləyirlər və yaxud da götürə bilərik müəyyən bir belə deyək, bank sektorlarını götürək. Banklarda Kapital Bankdır, Yellow Bankdır. Baxın, onların təlimləri, seminarları olur. Bilmirəm, olanı var, yəni Kapital'la Yellow Bank'ın seminarlarında. Mən özüm şəxsən onların seminarlarında olmuşam və çox gözəl, belə deyək, Kapital'ın və Yellow Bank'ın logosunun rəngini təbii ki, hamı bilir də. Kapital'ın logosu qırmızıdır. Slayd yaradarkən şirkətin, yəni bankın logosuna uyğun slayd təqdim edirlər. Təbii ki, Kapitalın rəngi, logosu qırmızı olduğuna görə slaydlar qırmızı tonda verilirdi. Yazılar ağ formada olur. Sadəcə bizdə indi mən sərbəst olduğuna görə sərbəst formada slayd hazırlamışam. Amma belə bizim özümüzün gələcəkdə hər hansı bir şirkəti, gələcəkdə bir yeri olarsa, onun logosuna uyğun çalışın slayd təqdim edin. Yəni daha maraqlı görünsün, belə deyim. Və slayd yaradarkən siz çalışın ki, səliqəliyə, yazının şriflərinə diqqət yetirin. Çox şəkillər verməyin. Yəni belə deyək, çox şəkillər istifadə olunmur. Yəni bir şəkili qoysanız kifayət eləyir bu formada. Yəni biz dizayn edirik, şəkillər, ikonlar əlavə edirik, animasiyalar istifadə olunur və qrafiklər əlavə edilir. Animasiyalar dedikdə PowerPoint-da artıq 3D rotationlar da yaradılır. 3D rotationlar nə deməkdir? 3D rotationlar hərəkətli formada slaydların yaradılmasıdır. Bunu Microsoft'un 2021 seriyası olanlar varsa əgər slayd yarada bilərlər 3D rotation'da. Yox, əgər sizin ofis proqramlarınız, yəni Microsoft paketi 2013 və yaxud da 2010-un versiyasıdırsa, 2016 versiyasıdırsa, siz 3D rotation'ları yarada bilmirsiniz. 3D rotation'lar dediyimizdə, baxın bunlardır, 3D modellərdir. 3D modellər hərəkətli formadadır. Nümunə kimi YouTube'da baxın, gəlin göstərim. Bu daha çox xarici platformalarda olunur, PowerPoint-la işləyirlər, 3D rotationlarla. Misal üçün, xaricdə daha çox yayılıbdır, nəinki bizdə. Xaricdə PowerPoint-da 3D sunumlar yaradılır. Baxın, 3D modeli görürsünüz necə yaradır. Maşının necə gətirir reklam formasında. Baxın, belə bir şeydir. Bir var sadə formatda yaratmaq mənim kimi. Biz sadəni nə zaman yaradarıq? Rəsmi yerlərdə, bayaqlar mən dediyim kimi, universitetdə müəllim sizə slayd verərsə, təbii ki, siz artıq məcbursunuz ki, səliqəli verəsiniz. Yəni 3D formatda ehtiyac yoxdur. 3D-ni əgər gələcəkdə xarici bir platforma ilə işləsəniz, əgər həvəsiniz varsa dizayn baxımdan, o formada yarada bilərsiniz. Yəni 3D rotationlara. Belə, PowerPoint-da bu formadadır, yəni çox rahatdır, o da eyni qaydada. Əgər Word-ü bilən şəxs, mən düşünürəm ki, PowerPoint-da bir təqdimat hazırlamağı rahatdır. Nümunə kimi, baxın, yazmışım ki, aşağıda PowerPoint layihə təkliflərində, hesabat təqdimatlarında və təlim materiallarında təbii ki, istifadə olunur. Və bizim gəlir işə qəbul zamanı Microsoft Office necə yoxlanılır? Necə yoxlanır sizcə? Heç daha əvvəl iş yerlərinə getmişsiniz. Baxın, misal üçün olmuşsunuz da, müsabiqələrdə iştirak edənlər məncə olubdur. Necə qarşınıza suallar verilibdir? Necə olubdur? Kim deyər? Deyə bilərsiniz, dostlar. Aha, tamam. Görəm, heç kim demək istəmir. Gəlin mən deyim. Bəzən, təbii ki, müsabiqəyə getdiyiniz zaman sizə test verə bilərlər, test formatında. Bilirsiniz ki, həm orada məntiqi yoxlayırlar, həm ofis proqramlarından kompüter biliyində yoxlayırlar. Bəzən test verirlər, test qoyurlar qarşınıza, o test suallarını işləyirsiniz. Bəzən də praktiki bir tapşırıq verirlər, açırlar Excel-i və yaxud da Word-ü, deyirlər ki, misal üçün, bayaq mən sizə block funksiyası dedim Excel-də.
cədvəl verirlər, deyirlər ki, misal üçün burada vlog appdə işçinin adını bizə tap, filankəsin adını bizə çıxarsın. Yəni baxın, bu tip sizə suallar verə bilərlər. Yenə dediyim kimi Excel və Word-də daha çox istifadə olunur iş elanları deyirəm, müsabiqələrdə daha çox bizə sual verilir bu ikisindən. Və iş yerində ofis proqramlarının gəlin görək rolu nədir? İş yerlərində ofis proqramlarının prosesi daha sürətlidir, daha sistemlidir və daha yüksək səviyyədədir. Və bu bacarıqlar, ofis proqramlarının bu bacarıqları nə kimi rol oynayır? Məhsuldarlığı artırır, məlumatların düzgün idarə edilməsində bizlərə kömək edir və komanda işini asan edir. Təbii ki, iş yerində bir nəfər işləmir, bir nəfərdən çox işçi işləyir və onların hər birinin özünün öz işləri olur, rəhbərlik onların hər birinə ayrı-ayrı işlər verir. Təbii ki də siz də sizə verilən işi yerinə yaxşı yetirsəniz, bu sizin üçün bir müsbətdir, müsbət cəhətdir. Yenə də dediyim kimi, ofis proqramları ona görə günümüzdə ən vacib olan proqramlardan biridir. Sizin suallarınız varmı? Suallarınız varsa buyurun. Demək olar ki, təlimimiz bitdi. Təlimin sonundayıq. Əgər suallarınız varsa buyurun, səsi açıb suallar deyə bilərsiniz. Səbinə xanım, biz bitirdik təlimi. Əgər yəni sual vermək istəyən iştirakçılar varsa buyursunlar, bizə suallar yönləndirsinlər. Mən sualları yenə də deyərəm, cavablandıraram. Ümidvaram ki, bugünkü təlim hər biriniz üçün maraqlı oldu və çoxunuzun işinə yaradı. Ümidvaram ki, elə düşünürəm ki, hər biriniz ofis proqramlarının işi üçün nə olduğunu, nə kimi rol olduğunu, yəni daha yaxşı anladınız bu formada. Mənim üçün xoş oldu təlimdə iştirak etmək, təlimçi müəllim kimi çıxış etmək mənim üçün xoş oldu. Belə. Əgər sualı olan yoxdursa, istəyirsiniz təlimi bitirək. Səbinə xanım da buradadır. Səbinə xanım, buyurun. Mən bitirdim. Sözü sizə verim. Dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm Türkan xanım, minnətdaram. Mən təşəkkür edirəm Səbinə xanım, xoşdur. Mənim üçün çox gözəl təlim oldu. Ümid edirəm ki, iştirakçılar üçün də maraqlı oldu, elə düşünürəm ki. Çünki günümüzdə ofis proqramları həqiqətən, belə deyək də, qlobal bir məsələlərdən biridir. Daha çox da iş yerlərinə gedən gənclər üçün, tələbələr üçün, daha çox universiteti bitirib yeni iş həyatına qədəm qoyan gənclər üçün daha vacib olduğunu düşündüm bugünkü təlimin. Bəli. İştirak edən üzvlərimizə təşəkkürümü bildirirəm. Günay xanım yazıb ki, təlimə görə təşəkkür edirik. Mənim üçün təkrar oldu. Var olası 8 mart bayramımızı təbrik edir. Mən də bütün xanımlarımızın, Səbinə xanımın, bütün xanımların bayramını təbrik edirəm. Hər birinizin analarının əlindən öpürəm. Başda analarımız olmaqla bütün xanımların 8 mart Dünya Qadınlar Bayramını təbrik edirəm. Hər zaman üzümüz gülsün daima. Çox sağ olun. Mən də sizi təbrik edirəm Türkan xanım. Burada iştirak edən xanımlarımızı təbrik edirəm. Oldu dostlar, görüşərik. Yenə də inşallah təlimlər olduqda qatılarsınız. Mənim üçün xoş oldu. İnşallah tez bir zamanda digər təlimlər olduqda qatılarıq. Oldu Səbinə xanım, görüşərik. İnşallah yenidən təşkil edərik təlimlər. İnşallah, çox sağ olun. İnşallah. Siz sağ olun, buyurun. Gecəniz xeyrə qalsın. Sizin də, sizin də.